Əziz və dəyərli müsəlmanlar, bugünkü çatdıracağımız mövzu valideynlərə hörmət və yaxşılıq dinimizin əmridir. Hər bir zaman çatdırdığımız bir məsələ var ki, bizim riayət etməyimiz lazım olan işlər var. Birinci növbədə necədir? Allah subhanahu wa ta'ala ibadət. Ondan sonra bizim üzərimizə itaət, valideynə itaət və yaradılmış hər bir məxluqun haqqını vermək. Allah subhanahu wa ta'ala bizə Quran-ı misal çəkir ki, Hz. Süleyman əleyhissalam gedərkən bir qarışqa baslamaq əsnasına gətirdiyində qarışqanın yanından keçir. O bizi bastıracaq, Süleyman əleyhissalam yanından keçir. Yəni bir heyvanların belə, yaradılmış bir canlıların belə üzərimizdə haqqı var. Hər zamanda o haqqı yerinə yetirməyi Allah subhanahu wa ta'ala bizdən istəyir. Və ən önəmli haqqlardan biri Allah subhanahu wa ta'ala ibadət, ikinci növbədə valideynə itaat haqqıdır. Bundan birinci necədir? Ana. Ana insanı ən çox əziyyət çəkən varlığın biridir. Ki, insan dünyaya gəlmək olsun, insanın böyümək olsun və baxmaq olsun. Bəzən bir insan 2-3 dəfə sual verir, artıq bezirik. Bəzən bir xırda nüans olur, üz çevirib gedirik. Bəzən nə olur, biz çeviririk gedirik. Çünki insan sözünə biz baxdığımızda isyan sözündən gəlir. Hər şeyə isyan edir. Amma anada bu yoxdur. Bir uşaq gündə 50 dəfə də sual versə, 50 dəfə də yerindən qalxsa, bezmədən, usanmadan ona baxır. Bu varlığa Allah subhanahu ta'ala bizə sırf bizim üçün verir. Və bizim də ona xidmət eləməyimizi istəyir. Allah subhanahu ta'ala Quran-ı buyurur ki, biz insana ata-anasına yaxşılıq etməyi, valideynlərə yaxşı baxmağı, onlara gözəl davranmağı tövsiyə etdik. Anası onun bətnində çox zəif bir halda daşımışdır. Uşağın süddən kəsilməsi isə 2 il ərzində olur. Bir insana buyurduq, mən və ata-anana şükür et, axır dönüşünüz mənədir. Allah subhanahu nə buyurur? Mənə və ata-anana. Allah subhanahu wa ta'ala özü ilə bərabər qeyd edir ata-ananı. Və ikinci kim gəlir? Ata. Elə bir şəxsdir ki bu, elə bir varlıqdır ki, özü yemir, yedizdirir. Özü geymir, geyizdirir. Hər zaman evladın özündən yaxşı görmək istəyir. Özünün əynində, paltara biz baxdığımızda çox pis vəziyyətdə olur. Amma evladlarına baxdığımızda çox gözəl geyilir. Bunu heç bir tərəssüd, heç nə gözləmədən edir. Bizim bir qardaşımızın evladı var idi, bir zaman bizə məscidə Quran öyrənməyə gəlirdi. Bir dəfə biz ona bir ikram hədiyyə etdik. Verdik, yedik. Deyir ki, müəllim, evdə atam da olanda bəzən. Atam deyilməsə onu götürür verir mənə. Deyir ki, Allah yiyir. Deyirəm ki, ata sən də yiyir. Deyir ki, xeyr. Mən vaxtı ikən yiyib doymuşam. Vaxtı ikən ondan bir dəfə dadmayım. Amma o yedi, yemək, hər bir şeyin evladında olmağı istəyir. Bunlara qarşı, ata-anamıza qarşı edəcəyimiz vəzifələr. 1. Hörmət əlaməti olaraq onlara itaat etmək. Allah subhanahu ta'ala Quran-ı buyurur ki, ey insan, əgər valideynlər bilmədiyin bir şey mənə şərik qoşmağı cəhd göstərsələr, o zaman onlara itaat etmə. Hamınız qiyamət günü mənim huzuruma qayıdacaqsınız. Allah subhanahu ta'ala yalnız Allah şərik qoşmaq məsələsində itaat etmə. Yəni, ibadətdə, itaətdə, Allahın yolundasansa, ibadət etmə, Quran oxumaq, bu zaman sənə mani söylədirsə, bu zaman icazə verilsə, o zaman valideyn sözdən çıxa bilərsən. Yoxsa qeyri şərtsiz ona qulluq edəsən. Müşrik belə olsan. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkəyə daxil olur. Məkkə şəhərinə daxil olur. Məkkədə Allah Resulü sallallahu aleyhi ve sellem daxil olur kimi Əbu Bəkir radiyallahu anh ilk işi nə oldu? Öz atasını gətirmək bu vaxtdan. Gözləri gördü. Və Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gətirir ki, iman kəssin. Peyğəmbər yanına gəndə Allah Resulü nə deyir? Bu insan iman gətirmiş də. Deyir ki, Əbu Bakır, bu insanı incitdin. Atanı sən incitdin. Biz atanın yanına getməliydik. Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Bakır kimi bir insan nə deyir? Ey Əbu Bakır, düz etmədin sən. Atan bizim ayağımıza gəlməlidir. Biz atanın ayağına getməliydik. İslam dini bizə bu əxlaqı öyrədir. İkinci məsələ nədir? Valideynlər mülayim davranmaq. Onlarla gözəl ünsiyyət qurmaq. Allah subhanahu ta'ala buyurur ki, Rəbbin yalnız ona ibadət etməyi, valideynə yaxşılıq etməyi və onlara yaxşı baxmağı əmr edir.
Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanıb, qocalığın ən üstün çağını xastalar, onlara uf belə demə. Allah Subhanahu daim onlarla mülayim danışmağı bizə istəyir. Bunun düsturunu da Allah Subhanahu bizə verir. Deyir, o ağıl sahibləri üçün onda ibrətlər vardır. Nəydə? Körpə uşaqlarında. Bir insan öz evladına baxıb, ağıl deyə bir neyməti ilə təfəkkür etməlidir ki, mənim bu evladımdan ötürü 50 əziyyət çəkirəmsə, məni içində əziyyət çəkənlər var idi. Mən nətər bu uşaqla mülayim danışıramsa, demə valideynimlə nəyə danışmalıyam? Böyük bir İslam alimindən soruşurlar ki, əfəndi, valideynimizlə necə münasibət istəyirək? Onlarla necə yumuşaq danışaq? Buyurur ki, bir xidmətçi ağasının qabını sındırar. Ağası da çox sərt bir adam olar. O sərt adama qabı sındırmağı necə yumuşaq bir tərzə deyərsə, bax, valideyninizə o cür yumuşaq tərzə danışarsınız. Da qışqırıb bağırarak, yox, sən bilmirsən. Nə bu gün hamı nədir? Bütün hər kəs, əslində bu günün problemi deyil, insan oğlu hər kəsdə bu, hər dönəmdə bu olur. Amma Allah Subhanahu bizə nə istəyir? Təfəkkür etməyən, yəni öz evladımıza baxıb, onun üçün necə əziyyət çəkilirsə, yəni bizim üçün əziyyət çəkənlər, bizim üçün gedib səhərə qədər ac qalanlar, bizim üçün gedib səhərə qədər yuxusuz qalan insanlar olur. Bir sahabənin həyatı. Allah Resulü sallallahu aleyhi ve sellem'in bir hədis-i şərif gəlir. Hədis-i şərif uzundur, sadəcə biz bir qismi çatdıracağıq. Sabah baxımından, o mağara hadisəsində. Deyir ki, mən hər gün heyvanlarım işdən gedərkən heyvanlarımı sağıb və valideynlərimə çizdirirdim. Və bir gün də evdən işə, yəni işdən evə gec getdim, evə gedərkən artıq valideynlərim yatmışdı. Amma mən də südü sağdım və onların yatağın baş yüzünə getdim, dayandım. Evlatlarım ağlayıb onların istəsə də vermədim. Səhərə qədər onların oyanmağını gözlədim və qalxanda ilk işim onları çizdirmək oldu. Bax, valideynə qulluq budur. 3. Hörmət əlaməti olaraq maddi ehtiyaclarını təmin etmək. Necə ki, bizim maddi ehtiyaclarımızı heç bir balaca uşaq günorta nə yiyəcəyini düşünmür. Məktəbə nə giyəcəyimi düşünmür. Ata mənə onu al. Hardan alacağını düşünmür. Allah Subhanahu teala Quran-ı Kərimdə buyurur ki, ya Resulum, səndən Allah yolunda nə verəcəklər haqqında soruşurlar. Söylə, malınıza verəcən şey ata-anıya, yoxsul qohumlara, yetimlərə, miskinlərə və pulu qutarıb yolda qalmış müsafirlərə aid. Allah Subhanahu nə buyurur? Malınızdan verəcəyin şeylər ata-ananızdır. Birinci bunu anladır. Sənin birinci baxmaqla mükəlləf olduğu şərt ata-anandır. Bunları sən baxarsan, qeyri-kəssiz. 4. Allahın razılıqlarını qazanmaq valideynlərin. Başarır. Ay bala, Allah səndən razı olsun sözün qazanan şəxs Musa ilə qonşu oldu. Həzrət Musa aleyhissalam. Ay bala, Allah səni razı olsun deyən şəxs Musa aleyhissalamla qonşu olan. Hansı ki bir əkəsən şəxs idi. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem döyüş əsnasında. Döyüşə çıxırlar, bir sahabəni görür. Deyir ki, evdə sənin valideynlərin var mı? Çünki Allah Resulü bilirdi ki, evdə xəstə valideyn var. Deyir ki, bəli. Deyir, qayıt ki, onlara qulluq elə. Cihad, İslam dinə ən üstün əməllərdə bir olur. Cihad, Allah Resulü ona icazə vermir. Deyir, get valideynə qulluq, onların razılığına. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, Allahın razılığı, valideynin razılığı, Allahın narazılığı, valideynin narazılığıdır. Birinci növbədə bizim işimiz nə olmalıdır? Allah Subhanahu bizə xidmətçi olaraq verib, biz amma böyüyənə qədər. Elə ki biz böyüdük, ondan sonra biz xidmətçiyik onlara. Bunu bir dərk eləmək lazım. Bizim yetkinlik yaşımıza gələn nə qədər, necə bizə xidmət etdilərsə, son nəfəsimizi verib, biz də o xidməti edəcəyik. 5. Hörmət, valideynlərimizə hörmət olaraq öldükdən sonra onların arxasından dua etmək. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem bu ki, 3 əməl xaric insanın bütün əməlləri kəsilir. Arxası üçün, yəni savab etmək. 1. Sədəqə-i cariyə. Allah'ın olsun, məscid tikintisinə bir manat vermişsə, su çəkmişsə, iş görmüşsə, qiyamət gününə qədər ondan istifadə edən şəxslərin savabından gəlib çatır. 2. Elm. Allah rızası kimlərəsə elm öyrətmişsə,
qiyamət gününə qədər o elmdən istifadə edən savab ona götürür. 3 əməl salih evlad. Qiyamət gününə qədər o əməl salih evlad ibadət etdiyi müddətdə valideynə də ona savab gedir. Hətta bir alim nə buyurur? Hədisdən dolayı gətirir bunu. Bir insan hər namazında oxur ki, ya Rəbbim valideynlərimi bağışla, namazın sonunda oxuduğumuz dua. Rabbana xfirli vəl vəlideyyə vəlil müminə yevmə yəqumul hisab. Hər namazın sonunda oxuduğumuz duanı bir insan hər namazında bunu oxuyur. Allah subhanahu ki, qulu məndən ki, valideyni israrla bir etsən, onu mən bağışladım. İstəyər, Allah subhanahu bizə dua deyə bir silah verir. Amma valideyn sevgisi, ata-ana sevgisi, mən ata-anamı sevirəm deməklə olmur. Mən ata-anamı şəkilin statusuna qoymaqla olmur. Ata-ana sevgisi Allah subhanahu Quran-ı Kərimdə bizə öyrətdiyi şəkildədir. Xidmətinə duracaq, maddi, mənəvi, hər cəhətdən onlara xidmət edir. Bunu istəyir Allah subhanahu bizdən. Başqa bir şey deyil. Allah subhanahu birinci öz nəfsindən, sonra sizlərə, son nəfəsimizə qədər valideynlərimizə gözəl davranıb, onların xidmətinə durub, onların razılığını qazanan bir qullar desin Allah subhanahu.